Rough Trader'dan hər kəsə salam. Mən Fərid. Bu videoda Wyckoff metodu haqqında danışacağıq. Vaxtilə bu barədə oxuyanda həqiqətən də bir çox önəmli şeylər diqqətimdən qaçmışdı. Ancaq indi Wyckoffla bağlı biliklərimi yenilikdə deyə bilərəm ki, bu tamamilə diqqətinizə layiqdir. Ümumiyyətlə, Wyckoff metodu əslində qiymət dinamikasının davranışı və onu müşahidə edən ticarət həcmləri əsasında üstünlüyü kimin tərəfində olduğunu, tələbin yoxsa təklifin müəyyən etməyə imkan verən indikatorsuz bir yanaşmadır. Özü də bunu hələ mövqeyin toplanması, yəni akkumulyasiyası və müvafiq olaraq onun paylanması, yəni distribusiyası mərhələsində etməyə imkan verir. Wyckoff metodunun növrəsi 3 qanuna əsaslanır. Tələb və təklifin qanunu. Tələb təklifi üstələyirsə, qiymət artacaq. Təklif tələbi üstələyirsə, qiymət düşəcək. Əgər şərti paritet, yəni bərabərlik müşahidə olunarsa, o zaman qiymətdə hər hansı ciddi dəyişiklik görməyəcək və ehtimal ki, hətta dəyişiklik, volatillik də azalacaq. Səbəb və nəticə qanunu. Sözün əsl mənasında mövqeyin toplanması, yüksələn trend və ya qiymət artımına bir səbəbdir. Müvafiq olaraq, əgər səbəb paylanmadırsa, yəni distribusiyadırsa, nəticə qiymətin düşməsi olacaq. Bu səbəbi vaxtında necə müəyyənləşdirmək olar? Bunu təhlil edəcəyik. Bunun üçün Wyckoff müvafiq sxemlər təyin etmişdir. Bu qanunda nəyi vurğulamaq lazımdır? Əgər səbəb zəif və ya əhəmiyyətsizdirsə, nəticə və ona uyğun olacaq. Başqa sözlə, ikinci qanun bizə qiymət hərəkətinin potensialını yönəldir. Məsələn, siz Wyckoff'a görə dönüşü müəyyən etmək üçün vaxtınızın çoxunu monitor qarşısında keçirdiniz və müvafiq əlamətlərə görə akkumulyasiya faylısını təyin etdiniz. Lakin bununla belə potensiala qətiyyən uyğun gəlməyən bir mənfəət görürsünüz. Yaxud əksinə, siz distribusiya faylısını müəyyən etmişsiniz, ancaq sırf qısa mövqe açdığınızda və aktivi inanmadığınız üçün qiymətin ən azı 90% düşməyini görəcəksiniz. Lakin Wyckoff'un ikinci qanunu bizi düşüşün səbəbinə yönləndirir. Paylanma faylısı əhəmiyyətsizsə, niyə mənfi nəticə gözləyək? Say və nəticə qanunu. Məncə bu, VSA anlamağın açarlarından birini və əslində onun əsasında Wyckoff metodu təşkil etmişdir. Kiçik bir haşiyə. Təəccüblüdür ki, hətta Wyckoff'un ticarət etdiyi iddia edənlər belə bir şeyin bundan ibarət olduğunu düşünürlər. Əgər flitdə kimsə daha çox alıbsa, deməli qalxırıq. Əgər satıcılar çoxdursa, deməli düşürük. Məhz bu sadələşdirilmənin niyə səhv olduğunu izahı üçün qanunlar səy və nəticə qanunu ilə bağlıdır. Bu bazarı qavramağın kiçik bir detal deyil, prinsipal bir məqamdır. Birinci nümunə. Məsələn, əgər artım zamanı ticarət həcmlərinin artdığını və ya məqbul səviyyədə olduğunu görürsünüzsə, çox güman ki, artımın davam edəcəyini düşünmək üçün əsas var. Əgər qiymət qalxırsa, amma həcmlər azalarsa, ehtimal ki, bizi eniş gözləyir. Hamı baha satmaq istəyir, amma getdikcə daha yüksək qiymətə almaq istəyənlərin sayı azalır. Geriləmə ehtimalı da buradan yaranır. İkinci nümunə, qiymət düşməyə davam edir və birdən həmişəkindən qat-qat böyük bir ticarət həcmi yaranır. Amma qiymət ondan sonra demək olar ki, düşmür. Ehtimal ki, artım üçün ilkin şərtlər var. Diqqət etsəniz, ilk nümunədə biz birinci qanun tələb və təklifi qanunun məntiqini rəhbər tutduq. İkinci nümunədə isə məhz say və nəticə qanunu, ikinci nümunədə isə bazar xeyli səy göstərdi, ancaq hansısa səbəblərdən cüzi bir nəticə əldə etdi. Bundan əvvəl trend enən olduğu üçün qiymət davamlı olaraq düşürdü. Hər şey norma daxilində idi. Verilmiş istiqamətdə hərəkət edirdik və birdən isə nəyə baş verdi? Qiymət artdı, eyni tempdə hərəkət edə bilmir, əlavə cəhdlər göstərilir, şərti olaraq desək biraz yanacaq sərf olunur. Lakin nəticə yoxdur, qiymət demək olar ki, yerində qalır. Belə çıxır ki, cəhdlər müvafiq nəticə vermir. Bu nümunədə bunun səbəbi tələb alacağıdır. Mən bu nümunələri sözün əsl mənasında bir neçə şam üzərində göstərdim. Lakin məntiq uzun müddətli konsolidasiyalarda da eyni cür işləyir. Kompozit insan konsepti Wyckoff öz izahlarında bu cür yanaşmadan istifadə etmiş və bunu kompozit insan konseptə adlandırmışdır. O bazarı sanki bir nəfər idarə edən kimi qavramağı təklif edirdi. Ancaq qiymətin indi hara gedəcəyini dəqiq bildiyi iddia edilən o mifik manipulator deyil, məhz kompozit, yeni mürəkkəb, müxtəlif hisslərdən ibarət olan bir insan. Söhbət institusional bazar iştirakçılarından, investorlardan, market makerlardan və digər iri oyunculardan gedir. Onlar çox olmasına baxmayaraq, hamısı sadə bir istək hərəkət gətirir. Ucuz almaq və baha satmaq.
Başqa sözlə, onlar çoxdur, lakin bir nəfər kimi hərəkət edirlər. Bu yanaşma bazarı dərk etməyə asanlaşdırır. Nəticədə kompozit insanın öz məqsədinə çatmaq üçün keçdiyi siklik 4 fazadan ibarətdir. Akkumulyasiya, nəyisə satmaq üçün əvvəlcə onu almaq lazımdır. İmpuls, yəni birinci fazadan səbəb var isə ikincidə nəticə var. Distribusiya, əvvəllər alınmış hər şey satılır, kompozit insan məqsədi yerinə yetirilmiş olur. Dördüncü, eniş. Üçüncü fazada distribusiya şəklində bir səbəb olduğu üçün müvafiq nəticə əldə edirik. İkinci fazada reakumulyasiyalar adətən daha az əhəmiyyətli olan təkrar toplama fazaları üzərinə gələ bilər. Yüksələn tendensiya əlavə bazar iştirakçını cəlb edir, axı hamı rallidə iştirak etmək istəyir. Eyni dördüncü fazada da reakumulyasiyalar redistribusiya yarana bilər. Sizdə sual yaranır, əgər hər şey sxemdə kimi sadə görünmürsə, necə etməli? Burada kömək yenə də üçüncü qanun, səy və nəticə qanunu gəlir. Ancaq indi biz bir neçə şamı yox, bütün konsolidasiyaları qiymətləndiririk. Həmçinin Wyckoff kontrat aktivin xarakterini nəzərə almağı tövsiyə edir. Məsələn, Ripple-ı götürsək, o Ethereum-dan fərqli davranır. Ethereum yüksəlirsə, bu daha çox insanı və anlayışlı şəkildə edir. XRP-dən fərqli olaraq, o vaxtaşırı kifayət qədər kəskin və qeyri-standart hərəkətləri nümayiş etdirir. Bazarın ümumi əhval-ruhiyyəsini nəzərə almaq vacibdir. Bütün bazar fəal şəkildə böyüyürsə, cari konsolidasiya distribusiya olması ehtimalı sadəcə olaraq daha azdır. Bundan əlavə, aktivin nisbi gücünü qiymətləndirmək mümkündür. Məsələn, kriptovalyuta bazarında seçilmiş aktivin Bitcoin-un nisbəti necə davrandığını baxa bilərsiniz. Əgər o güclü nəticə göstərirsə, konsolidasiyanın distribusiyası olma ehtimalı aşağıdır. Akkumulyasiya və distribusiya sxemləri indi isə adətən hamının başladığı yerə akkumulyasiya və distribusiya sxemlərinə keçək. Anladığım qədərilə bir çoxları məhz sxemləri hansısa bir sirrinin gizləndiyinə inanır. Ancaq mənim fikrimcə, metodun dəyərinin təxminən 70% əvvəllər təsvir olunan məntiqlə bağlıdır. Sxemləri isə daha çox metodu tamamlayan paternları şəkilləri bir bonusdur. Metodun ümumi məqsədini nə qədər dərindən yiyələnmisinizsə, klassik Wyckoff sxemləri ilə tam uyğunluğa bir o qədər də az ehtiyacınız olacaq. Beləliklə, akkumulyasiya sxemi. Onu 5 hissəyə bölmək olar. A, B, C, D və I. A hissəsi. Bu, qiymətin ideal halda yavaşlaması ilə müşahidə olunan aşağıya doğru hərəkətdir. Yəni, hər növbəti aşağıya doğru impuls daha da zəifləyir. Bu halda ticarət həcmləri artmalıdır. Bu məqamda ilkin dəstək formalaşır. Daha sonra satış kulminasiyası gəlir. Aşağı enən trend çərçivəsində qiymət sürətli düşməyə başlayır. İştirakçılar təslim olur, aktiv əlindən saxlanılır, kütləvi şəkildə satmağa başlayırlar. Bəzən səbəb kimi çaxnaşma içərisində bazara daxil olan son satıcılar da göstərilir. İstənilən halda bu yüksək volatillik anıdır. Uzun kölgələr, geniş spread, panika əlamətləri. Çaxnaşma satışları zamanı qiymət sürətlə düşdüyü üçün limit satış sifarişləri sıx bir təbəqə formalaşdırmaqdan macal tapmır. Bazar orderları üstünlük təşkil edir. Bu da avtomatik ralliyə gətirib çıxarır. Bazarın digər tərəfi alıcılar bütün bu müddət ərzində satışları öz sifarişləri qarşılamışdır və biz müvafiq geri dönmə görürük. Beləliklə bir ticarət diapazonu formalaşır. Minimum və maksimum nöqtəsi. Avtomatik rallidən sonra ikinci test gəlir. Bazar rəsmi olaraq hələ də enən trenddədir. Lakin ikinci testin köməyi ilə biz tələbin mövcudluğunu və formalaşmış minimum zonasında aktiv geri almağa hazırlığı qiymətləndirə bilərik. Bununla da A hissəsini tamamlanmış hesab etmək olar. B hissəsi konsolidasiya fazasıdır. Məhz burada Wyckoff terminologiyasının səbəb formalaşır. Yəni şərti kompozit adam tərəfindən əsas mövqe yığılması baş verir. Bu mərhələdə qiymət əvvəlcə ticarət diapazonu tərəfindən müəyyən edilmiş dəstək və müqavimət səviyyələrini dəfələrlə test edə bilər. Dəstək zonasından artıq alış sifarişləri yerləşdirilib, müqavimət zonasında isə yalançı qırılmalar mümkündür. Qiymət müvafiq səviyyəsini qıra bilər, ancaq sonra yenidən diapazona qayıda bilər. Əgər belə bir çıxış müəyyən bir şəkildə görünürsə, onun əvvəlcədən yalançı olduğundan şübhələnmək olar. Məsələn, qırılma açılışı yaxın bir bağlanmış və yüksək həcmlə müşahidə olunursa, bu uptrust ola bilər. Bu halda təklif aktivləşir. Belə bir sual yarana bilər. Kompozit insan mövqeyi toplayırsa, niyə bu cür hərəkətə yol verir? Cavab sadədir. Mövqe ilə kifayət qədər həcmdə toplanmamışdır, ola bilər.
qiymət diapazonuna qaytarmaq üçün elə həmin iri iştirakçı tərəfindən təzyiq göstərilə bilər. Lakin vurğulamaq vacibdir ki, çıxışı yalançı kimi müəyyənləşdirmək üçün qiymət mütləq diapazona geri dönməlidir. Əvvəlcədən tapmaca kimi təxmin etməyə dəyməz. Akkumulyasiyanın digər bir xarakterin xüsusiyyəti artım geniş şamlar və artan həcmlə impulsiv şəkildə baş verir. Dəstəyə doğru eniş isə daha ləng və tədrici görünür. C hissəsi tez-tez yay adlandırılan maraqlı fazadır. Bu dəstək zonasının yalançı qırılmasıdır. Bunun sayəsində məhz həmin andan yaranan əlavə təklif hesabına daha qısa müddətdə mövqeyin əlavə olaraq toplanması baş verə bilər. Bundan sonra yuxarıda doğru bir impuls gəlir. Sanki qiymət tələb zonasından yay kimi sıçrayır. D hissəsi nəticənin reallaşmasının başlanğıcıdır. C-dən sonra yüksək həcmlərlə müşahidə olunması arzu olunan bir impuls formalaşır. Əmin bir yüksəkliyin tendensiyası yaranır. Maksimumlar yenilənir, lakin minimumlar yox. Əsas müqavimət zonasının əvvəl sonuncu dəstək nöqtəsi formalaşır. Qiymət sıçrayışdan əvvəl konsolidasiya olur və güclü trend əlamətləri və artan həcmlərdə əmin buğa şamları yaranır. Y hissəsi ticarət diapazonundan çıxış və tam hüquqlu yüksələn trendin başlanğıcıdır. Bu formalaşmış səbəbdən sonra nəticənin artıq açıq-aydın reallaşmasıdır. Qiymət nəhayət akkumulyasiyadan çıxır və siklik ikinci fazaya keçir. Distribusiya sxemi akkumulyasiya sxemi nisbətən güzgü kimi əks görünür. Buna görə də onun üzərindən ətraflı dayanmayacağıq. Yalnız əsas nöqtələrin adlarının fərqlənir. Dəstək müqavimətlə tələb təklifi əvəzlənir və s. Xülasə və ticarət üçün ipucular anlamaq vacibdir. Əsas dəyər sxemin özü deyil, məntiqidir. Əgər qrafikdəki nümunələr təhlil etsək, patterni mükəmməlləşdirmədən sadələşdirilmiş şəkildə hərəkət etmək olar. Məsələn, qiymət artımı, sonra isə artan həcmi görürük. Bu ilkin müqavimət ola bilər. Daha sonra alış kulminasiyası, aşağı doğru avtomatik reaksiya, ikinci test. Əgər yalançı qırılma yaranırsa, distribusiya üçün C nöqtəsi, daha sonra sonuncu müqavimət nöqtəsi və aşağıya doğru qırılma gəlirsə, nəticə reallaşır. Hətta böyük bir distribusiyanın daxilində belə daha kiçik strukturlar aşkar etmək olar. Lokal kulminasiya, avtomatik reaksiya, diapazon, yalançı çıxış, sonuncu nöqtə və impuls. Wyckoff metodu fraktal məntiqdir. Strukturlar müxtəlif miqyasda təkrarlana bilər. Belə bir fikir var ki, Wyckoff metodu ticarət üçün deyil, yalnız bazarın istiqamətini anlamaq üçündür və onun əsasən ticarət etmək olmaz. Bu, kifayət qədər qəribə bir mövqedir. Bazarın istiqaməti anlamaq üçün detallı sxemlər və qanunlara ehtiyac yoxdur. Lakin dərindən araşdırdıqda trendin yaranmasını kifayət qədər erkən tanımaq olar. Tapşırığı təsdiqləşdirmək və sərəcə konsolidasiya çıxışı gözləmək olar. Qırılmalar olduqca səmərəli şəkildə ticarət edilir. Əgər yay mərhələsinə girmək mümkündürsə, trendin əhəmiyyətli bir hissəsini əldə etmək olar. Nəticədə özünə məxsus bir ipucunu əməl etmək olar. 1. Qiymət hərəkətinin hədəfinə çatdı, səviyyəyə və ya konsolidasiya zonasına gəldi. 2. İlkin dəstək və ya müqavimət əlamətləri, kulminasiya və retest yarandı. 3. İmpuls istiqamətinin dəyişməsi müşahidə olunur. Trend formalaşır, müvafiq minimumlar və maksimumlar. 5. Aktivin nisbi gücünü, məsələn, Bitcoin nisbətdə qiymətləndirmək məsləhətdir. 6. Tələsməmək, akkumulyasiya və distribusiya fazasının həqiqətində sona yaxınlaşdığına əmin olmaq. 7. Hərəkət potensialını qiymətləndirmək, qiymət getməsi üçün yer varmı? Əlavə olaraq, klasterların köməyi ilə analiz təkmilləşdirmək olar. Klaster analizi qırılmanın xarakterini daha dəqiq müəyyən etməyə kömək edir. Əgər əməliyyatların toplanması diapazondakı çıxış zamanı şamın kölgəsi ətrafında baş verirsə, ehtimal ki, bu saxta çıxışdır. Əgər əməliyyatların toplanması diapazondakı çıxışdan əvvəl formalaşırsa, həqiqi qırılma ehtimalı daha yüksəkdir. Wyckoff metodunun strukturlaşdırılmış və məntiqli şəkildə qurulmuş halı bax belə görünür. Bugünlük bu qədər. Video xoşunuza gəldisə, bəyənməyi, kanala abunə olmağı və fikirlərinizi şərhlərdə bölüşməyi unutmayın. Hamınıza uğurlu ticarət.